Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif riyaziyyat iş dəftərindən səhifə 37 və 38-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmayı unutmayın. Gəlin başlayaq. Dəyişən və dəyişməyən xərclər. 1. Cədvəldə bir ailənin 4 həftə ərzində ərzaq xərcləri qeyd olun. Ailə 4 həftə ərzində ərzağa cəmi nə qədər pul xərclədi? Bütün xərclərini toplayırıq. Yəni 124 üstəgəl 117 tam %45, üstəgəl 80, üstəgəl 99 tam %3 eləyəcək 420 tam %48. Bu yəni 4 həftə ərzində ərzağa cəmi 420 tam %48 manat pul xərcləyib. Ailə ikinci həftə ərzağa 4-cü həftədən nə qədər çox pul xərclədi? 4 İkinci həftə 117 tam %45 manatdır. 4-cü həftə 99 tam %3 manatdır. Yəni 117 tam %45 çıxılsın 99 tam %3 bərabərdir 18 tam %42 manat. Cavab 18 tam %42 manat. 2. Samirin qardaşı ay ərzində 700 manat gəlir əldə etdi və həmin aydakı xərclərini kağıza yazdı. Bu xərclərdən dəyişən və dəyişməyən xərcləri hesabla. Buradan dəyişməyən xərclər yox, dəyişən xərclər 90 üstəgəl 30, yəni nəqliyyat xərci və mobil telefondur. 90 üstəgəl 30 eləyəcək 120 manat. Dəyişməyən xərc isə bir tək kompüter təmiri qaldı, o da eləyəcək 150 manat. Onun aylıq yığımı nə qədər oldu? 430 manat oldu. Çünki 700 manat gəlir əldə edib. Yəni 700 çıxılsın mötərizə 900 üstəgəl 150 üstəgəl 30 mötərizə bağlandı bərabərdir 430 manat. Qardaşı Sami ilə bileti 4 manat olan filmə getsə, aylıq yığım nə qədər olar? 430 çıxılsın 2 vurulsun 4 bərabərdir 422. Cavab 422. 3. Gülsüm məktəbdə keçirəcək sərgi yarmarka üçün 2 rəsm çəkdi. O, cədvəldə verilmiş ləvazimatları aldı. Gülsüm ləvazimatlara nə qədər ödədi? 4 tam %10, üstəgəl 2 tam %4, üstəgəl 0 tam %13, üstəgəl 1 tam %30, üstəgəl 1, bərabərdir 8 tam %57 manat. Cavab 8 tam %57 manat. Sərgi yarmarkada hər rəsm 5 tam %34 manata satıldı. Gülsüm rəsmlərdən nə qədər gəlir əldə etdi? 5 tam %34 üstəgəl 5 tam %34 bərabərdir 10 tam %68. Çünki burada 2 rəsm çəkir. Hər bir rəsm 5 tam %34 isə bunun ikisini tapırıq. Hər rəsmlərdən nə qədər əldə etdi? Bunu oxuduq. Gülsümün rəsmlərdən əldə etdiyi qazanc nə qədər oldu? 10 tam %68 çıxılsın 8 tam %57 bərabərdir 2 tam %11 manat. Cavab 2 tam %11 manat. 4. Müştəri şəkildə göstərilən telefonu 6 ay ərzində hər ay ödəmək şərti ilə kreditlə aldı. Telefon üçün bir ayda nə qədər pul ödəmək lazımdır? Birinci telefonun qiymətinə baxırıq. Telefonun qiyməti 900 manatdır və kreditlə əlavə 120 manat da ödəyir. Yəni 900 120 bərabərdir 1020 manat. Sonra isə deyir 6 ay ərzində ödəyib. 6 ay hər ay eyni. Yəni 1020 bölünsün 6 bərabərdir 170 manat. Sual da o idi ki, bir ayda nə qədər pul ödəmək lazımdır? Cavab da elədi 170 manat. Keçdik səhifə 38-ə. 5. Elxan qiyməti 21,6 manat olan şahmat almaq istədi. O, 3 həftədə hər həftə 3,2 manat yığdı.
İlxan 3 həftəyə nə qədər pul yığdı? Bunu tapmaq üçün 3,2-ni üstəgəl 3,2 üstəgəl 3,2 bərabərdir 9,6 manat. Yəni 9,6 manat yığıb. O, pulun çatmayan hissəsini qardaşından borc aldı və hər həftə eyni məbləğ olmaqla borcu 4 həftəyə qaytarmağı planlaşdırdı. İlxan hər həftə nə qədər pul qaytarmalıdır? 21,6 çıxılsın 9,6 eləyəcək 12. Yəni biz bundan onu tapırıq ki, 9,6-nı ödəyib və qardaşından nə qədər borc aldığını tapırıq. Sonra isə deyir 4 həftəyə qaytaracaq. Yəni 12 bölünsün 4 bərabərdir 3 manat. Cavab 3 manat. 6. Fermer birinin qiyməti 1000 manat olan 2 inək aldı. O, ilin əvvəlində bankdan 2000 manat kredit götürdü. Razılaşmaya görə fermer götürdüyü məbləği və onun %15 hissəsi qədər əlavə pulu ilin sonunda qaytarmalıdır. Fermer ilin sonunda banka cəmi nə qədər pul ödəməlidir? 1000 vurulsun 2 eləyəcək 2000. 2000 üzərinə də 300 gəlirik, eləyəcək 2300. Yəni birinci sualın cavabı 2300. İkinciyə baxaq. Bir inək ay ərzində 600 litr süd verir. Fermer 1 litr südü 70 qəpiyə satır. O, bir inəyin südündən bir ay ərzində nə qədər gəlir əldə edər? Bunu tapmaq üçün bölürük 2000 bölünsün 100 vurulsun 15 eləyəcək 300 manat. Sonra isə 600 vurulsun 70 bərabərdir 42.000. Yəni 420 manat. Niyə burada deyirsiniz tutaq ki, niyə 42.000 cavab elədi? Burada 420 manat yazırıq. Çünki 42.000 qəpik idi. Fermer 2 inəyin südündən bir il ərzində nə qədər gəlir əldə edər? Bunu tapmaq üçün 840 vurulsun 12 bərabərdir 10.080 manat. 2 inəyin bir il ərzində yem və digər xərcləri 6500 manat təşkil edir. Fermer götürdüyü krediti süd satışından əldə etdiyi qazancla ilin sonunda ödəyə bilərmi? 1080 çıxılsın 6500 eləyəcək 3580. Yəni cavab bəli ödəyə bilər. 3580 manatı da artıq qalar. 7. Valideynlərinizdən soruşmaqla ailənizin ailə xərclərinə nümunə yaz. Xərclərin hansı dəyişən, hansı isə dəyişməyən xərclərə aid etmək olar, qeyd et. Xərclər ola bilər ki, ərzaq, kommunal, geyim, istirahət, internet və əlavə digər xərclər. Dəyişənlər internetdən başqa hamısı dəyişən xərclərdir. İnternet isə dəyişməyən xərclərdir. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.